Çörəkdən imtina etmək istəyirsinizsə 5 qaydaya əməl edin. 1. Çörəyi birdən-birə yox, tədricən azaltmağa başlayın. Gündəlik olaraq əgər 4-5 dilim çörək yeyirsinizsə, bunu 2-3 dilimə salmağa çalışın. 2. Ağ çörəyi çovdar yaxud da ki, buğda unu ilə əvəz eləməyə çalışın. Çünki ağ çörək qanımızdakı şəkəri sürətlə qaldırır. Bu da ki, sizin tez acmağınıza səbəb olur. 3. Karbohidratı başqa mənbələrdən alın. Bilirsiniz ki, çörək karbohidratdır. Siz çörək yemədiyiniz zaman bədəniniz lazım olan karbohidratı başqa mənbələrdən almalıdır. Qreçka, bulgur yaxud da ki, kartof ən gözəl karbohidrat mənbələrindən hesab olunur. 4. Lifli qidalara üstünlük verin. İnsanların əksəriyyəti bilirsiniz ki, çörəyi daha çox doymaq üçün yeyir. Əgər siz doymaq, yəni toxluq hissinin tez gəlməsini istəyirsinizsə, daha çox tərəvəzlərə və lif tərkibli qidalara üstünlük verməlisiniz. Və nəhayət 5. Su için. Özəlliklə yeməkdən yarım saat əvvəl 1 stəkan su içmək insanda toxluq hissi yaradır. Bu da ki, çörəyə olan tələbatı azaldır. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, aşağıda yerləşən beğen düyməsinə basmağı və fikirlərinizi şərh bölümündə bizimlə bölüşməyi də unutmayın.